Doktor, xalda tük çıxır. Bu normaldır? Bəli, bu normal haldır. Nə etmək lazımdır? Qorxuludur. Xaldan tükü qopartmaq olar və biz qorxuruq ki, bu sonradan travmaya çevrilər. Bəs bu hər hansısa bir onkoloji törəməyə çevrilə bilər? Bəli, tükü xaldan qopartmaq olar və bu travma xalı melanomaya döndərmir. Tüklü xalı götürdükdən sonra tük bitməyəcək bir daha həmin hissədə. Bunu dəqiq demək olmur, çünki xalda bitən tüklər daha cod olurlar və onların follikulları daha dərində yerləşə bilər. Ona görə də çıxa da bilər, çıxmaya da bilər. Bəs sonra bu tükləri necə götürək? Əgər xalı götürdükdən sonra orada tük çıxırsa, sizə hansı epilyasiya növü uyğundursa, ondan da istifadə edə bilərsiniz. Doktor, SPF kremlərdən hər gün istifadə etmək lazımdır. Bu düzgündür? Bəli, əgər siz isti ölkədə yaşayırsınızsa, onda SPF kremlərdən həm yayda, həm qışda istifadə etmək məsləhətdir. Düzdür ki, SPF krem zərərlidir və xərçəng yaradır. Xeyr, bu yanlış fikirdir. Araşdırmalar göstərir ki, daimi SPF kreminin istifadəsi dəri hərçəngini və melanomanın qarşısını alır və riskini azaldır. Xallar planlı şəkildə neçə müddətdən bir yoxlanılmalıdır? Əgər bədəndə xalların sayı çoxdursa, planlı şəkildə xalları ən azı ildə bir dəfə yoxlamaq məsləhətdir.